Məncə Ülkəri burada məndən yaxşı tanıyan yoxdur, uşaqlıq dostumdur mənim. Doktorla da razıyam, çünki çox vaxt indi məsələlərdə pul, bir də görürsüz qızın valideynləri, qız razıdır səndən həyat qurmağa, valideynləri, qohumları pula önəlir. Amma Ülkəri mən tanıyıram deyənə, mən yalan danışan adam deyiləm. İkinci dərəcəli bir şeydir Ülkər üçün pul. Onun 100% mən sizə deyirəm. Onu biz də bilirik. Zamanında sən də ona elçi düşmüsənmiş, eşitdim. Nəsə, Olub uşaqlıq. kilovu atmısan? Ona da, bacısına da olub o vaxtları. Hamımızı sevdi. İkisini də sevmisən. Amma biz onu bilmirdik Elgiz bəy, heç xəbərimiz yox idi Vahid bəyin elçi düşməyindən. Biz Niyə bəyə getmədin? bir-birlərinə yaraşdırdıq onları ki, tam Məncə bir-birləri də. tamamlayırlar. Amma gecdir də Vahid deyəsən nişanlanıb. Hə, Vahid, yoxsa yox? Yox, amma Nəsə sən çıxdın oyundan, get əyləşsən, atam iş böyüdür. Get ətən, sonra gələrsən sən də. Şeyi hazırla, qəşəng, gözəl. Ay Vahid, elçi falan göndərmişdin? Yox, uşaqlıqda olub. Biz bir məhəllədə qalmışıq. Hə. Nurlan, otur. Sən üzülmə ya, üzülmə. Sən yaradıcılığını davam etdir. Sən təşəbbüsü də əldən vermə.